Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qiyamət günü Adəm övladının ən hörmətlisi olacaqdır. Əbu Hüreyrə Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Mən qiyamət günü Adəm övladının ən hörmətlisi, qəbri hamınınkindən qabaq açılan, ən birinci şəfaət diləyən və şəfaətçilik edənəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əzəmətli şəfaət sahibi olacaqdır. Bu o vaxt baş verəcək ki, insanlar peyğəmbərlərə bir-bir müraciət edəcək və onlardan şəfaət diləyəcəklər. Onların hamısı isə bundan boyun qaçıracaqdır. Tərifə layiq məqam da məhz budur. Uca Allah buyurur, ola bilsin ki, buna görə Rəbbin səni tərifə layiq bir məqama yüksəltsin. Əl-İsra surəsi 79-cu ayə. Bir çox sahabə və tabiinlər, o cümlədən Hüzeyfə, Salman, Ənəs, Əbu Hüreyrə, İbn Məsud, Cabir ibn Abdullah, İbn Abbas, Mücahid, Qatədə və başqaları buradakı tərifə layiq məqamın şəfaət olduğunu bildirmişlər. Qatədə demişdir, elm əhli tərifə layiq məqamın onun şəfaətçi olması qənaətində olmuşlar. Sünnədə Peyğəmbərin sallallahu aleyhi və səlləmin şəfaətçi olması barədə bir çox dəlillər vardır. Onlardan biri də şəfaətçilik barədə rəvayət olunmuş uzun hədisdir. Buxari və Müslimin səhih əsərlərində Əbu Hüreyrədən, Allah ondan razı olsun, rəvayət olunan həmin hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Adəmin, sonra Nuhun, sonra İbrahimin, sonra Musanın, sonra da İsa'nın şəfaətdən üzrxahlıq edəcəklərini və mən buna layiq deyiləm deyəcəklərini bildirmiş və demişdir. Sonra onlar mənim yanıma gələcəklər. Mən Rəbbimdən izin istəyəcəyəm və mənə izin veriləcəkdir. Mən Rəbbimi gördükdə ona səcdə edəcəyəm. O da məni bir müddət beləcə tərk etdikdən sonra buyuracaq. Ey Muhammed, başını qaldır, danış, sənə qulaq asılacaq. İstə, sənə istədiyin veriləcək. Havadarlıq et, havadarlığın qəbul olunacaq. Sonra Allah mənə indi bilmədiyim həmd sənaları təlqin edəcək və mən o həmd sənalarla ona təriflər deyəcəyəm və bundan sonra şəfaətçilik edəcəyəm.